إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Evet. Tevhid-ül İttiba kitabını okumaya devam ettirdik. Var tevhid el-ibade, ibadet tevhidi, yani Allah Teala'nı ibadette tekleştirmek ve bir de Muhammedun Resulullah şehadetinin talep ettiği tevhid el-ittiba, tabiçilikte Peygamber sallallahu aleyhi ve sellemi tekleştirmek. Yani insanın diğer tevhidi bunsuz kabul olmuş. Yani insan itaette, tabiçilikte yalnız Peygamber sallallahu aleyhi ve selleme tabi olmalıdır. Ve buna dair yani naslar götürdü ve bundan sonra kalmışıq Sur'atul İsticab lillahi ve rasulihi. Allah'a ve Rasuluna derhal icabet etmek. Allah ve Rasulunun çağrışına derhal icabet etme hakkında Enfal suresi 24. ayette Allah Teala buyurur. Ya eyyühellezine amenu istecibu lillahi ve lirrasuli İza da'akum lima yuhyikum ve'lemû ennallâhe yehûlu beynel mer'i ve kalbih ve ennehu ileyhi tuhşerun. Ey iman getirenler, Allah ve Resulü size hayat veren bir şeye çağırdığı zaman icabet edin. Tabi olun, boyun eğin. Bilin ki Allah Teala insanla kalbi arasına girir. Ve bilin ki onun huzuruna toplaşacaksınız, həşr olacaksınız. Yani bu ayet birinci onu bildirir ki Allah Teala'nın ve Resulünün bütün çağrışlarında hayat vardır. Size hayat veren şeye çağırdığı zaman. Her bir çağrışında, emrinde hayat var. Ve bilin ki Allah Teala insanla kalbi arasına girir. Yani insanın karşısına hayır kapıları açıldığı zaman insan o kapıya girmezse, adım atmazsa, yönelmezse sonra insanın ondan məhrum olma ihtimali büyüktür. Sonra istese de alınmayabilir. Abu Sa'id İbn-i Mualla der ki radıyallahu anhu kuntu usalli feda'ani Resulullah sallallahu aleyhi ve selleme felem ucibu hatta salleytu. Mən namaz qılırdım. Peygamber sallallahu aleyhi ve sellem beni çağırdı. Mən namaz tamamlanana kadar ona cevap vermedim. Namazda olduğum için cevap vermedim. Dedi ki: "Mə mənə'əkə ən tə'tiyəni?" Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, mən çağırdığım zaman senin benim yanıma gelməyinə ne mani oldu? Qale qultu ya Resulallah inni kuntu usalli. Dedim ki Allah'ın Resulü ben namazdaydım, namaz kılırdım ona göre. Ve deyir ki elem yekulillahu teala ya eyyühellezine amenu istecibu lillahi ve lirrasul izâ de'akum lima yuhyikum. Demek Allah Teala buyurmuyup mu? Ey iman getirenler, Allah ve Resulü size hayat veren bir şeye çağırdığı zaman icabet edin. Başka bir rivayette deyir ki bel ya Resulallah ve la a'ud. Yani bir daha qayıtmaram. Yani bu da onu bildirir ki hatta Peygamber sallallahu aleyhi ve sellem namazdayken çağırdığı zaman cevap verilir. Abu Said el-Hudri radıyallahu anhudan hem için diğer rivayet gelir.
Ən Səid el-Mərcanə sahib Ali ibn Hüseyn deyir ki, qalə li Əbu Hüreyrə. Əbu Hüreyrə mənə dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub. Eyyumə raculun a'taqa imra'an musliman istanqadallahu bi kulli udvin minhu udvan minhu minən nar. Hər hansı bir kişi bir müsəlmanı azad edərsə, yəni köləlikdən, qulluqdan azad edərsə, Allah Teala onun hər bir orqanının əvəzinə onun bir orqanını cəhənnəmdən azad edər. Səid ibn Mərcanə deyir ki, "Fandalaqtu bihi ilə Ali ibn Hüseyn." Mən Ali ibn Hüseynin yanına getdim. Fə'amələ Ali ibn Hüseyn radiyallahu anhuma ilə abdin ləhu qad a'tahu bihi Abdullah ibn Ca'far 10.000 dirham əv 1000 dinar fə'atəqəhu. Və Ali ibn Hüseyn radiyallahu anhu da yəni öz köləsinə gedərək onu Abdullah ibn Ca'far ona 10.000 dirhəmə və yaxud da 1000 dinara vermişdi, onu azad edir. Yəni bu nəyə dəlil deyir ki, artıq sürətli şəkildə icabət etmək. Yəni eşidən kimi, yəni kim bir qulu azad edərsə, yəni Allah Teala onu demək ki, cəhənnəmdən azad edər. Yəni o qulun məsələn başına əvəzinə bunun başını, qolunun əvəzinə qolunu, ayağının əvəzinə ayağını Allah Teala cəhənnəmdən azad edər. Və bunu eşidən kimi dərhal tətbiq edir. İfk hadisəsində hansı ki Mistah İbn Usafə, Mistah yəni Əbu Bəkr radiyallahu anhunun qohumlarından idi. Lakin münafiqlər Ayşə anamız haqqında yəni bu böhtan məsələsini çıxartdıkları zaman yəni o da bir növ onlara qoşulur. O da müəyyən qədər danışanlardan olur bu hadisədə. Və bunu eşidəndə Əbu Bəkr radiyallahu anhu and içir ki, Mistaha heç vaxt yaxşılıq eləməyəcək. Yəni onun yaşaması üçün yardım edir. Qohumu yaxınıdır və o ittiham edənlərdən də biri də odur. Və Allah Teala ayə nazil edir. Və la ya'tali ulul fadli minkum was-sa'ati en yu'tu ulil qurba vel mesakin vel muhacirin fi sabilillah vel ya'fu vel yasfahu. Allah Teala buyurur ki, fəzilət sahibləri və həmçinin vəs-sa'a imkan sahibləri, imkanlı insanlar qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəkləri haqqında and içməsinlər. Vəl-ya'fu əff etsinlər. Vəl-yasfahu keçsinlər. Yəni burada nəzərdə tutan Mistah. Sonra ayənin axırında Allah Teala buyurur ki, Ələ tuhibbunə ən yəğfirallahu ləkum vallahu ğafurur rahim. Məgər siz istəmirsinizmi ki, Allah Teala sizi bağışlasın? Yəni Allah Teala'nın sizi bağışlamasını istəmirsinizmi? Və Allah Teala çox bağışlayan və rəhimlidir. Və Əbu Bəkr radiyallahu anhu bu ayəni eşidən kimdir? Bələ vallahi ya Rabbənə. Bəli, Allaha and olsun ki, ey Rəbbimiz, biz istəyirik ki, sən bizi bağışlayasan. Və yenidən ona yardımını davam etdir. Bundan öncə etdiyini davam edir. Həqiqətən belə nəfsə ağır gələn bir məsələdir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem yoldaşına, öz qızına yəni yaxşılıq elədiyi bir insan ittihama qoşulur. İttiham edənlərdən biri olur. Yəni nəfsə görə insan heç vaxt etməz. Amma ayə gəldi, dərhal deyir, bəli, istəyir, bağışlanmaq istəyirik. Nəfsə ağır olsa da, yəni bu nəyi bildirir? Yəni onların, sahabələrin, yəni o çağırışa, ayələrə, naslara dərhal cavab vermələri, boyun əymələri. İbn Abbas radiyallahu anhuma deyir ki, İstədənə Əl-Hur ibn Qays
لعيين ابن حصن ليدخل على عمر فأذن له عمر فلما دخل قال هي يا ابن الخطاب والله ما تعطينا الجزل ولا تحكم بيننا بالعدل فغضب عمر حتى هم به. İbn Abbas radiyallahu anh deyir ki, Hurr ibn Qays Umar radiyallahu anh'ın yanına girmək üçün Üyeynə ibn Hisnə icazə istəyir. Və Umar radiyallahu anh izin verir. Və onun yanına daxil olandan sonra deyir ki, ey Xattabın oğlu, yəni möminlərin əmrinə belə xitab, ey Xattabın oğlu, Allaha and olsun ki, sən bizə bir şey vermirsən və bizim aramızda da ədalətli hökm kəsmirsən. Və Umar radiyallahu anhu qəzəblənir. İstəyir ki, onu cəzalandırsın. Hadi fikirləşir. Onu cəzalandırma haqqında. Hur isə deyir ki, Hur ibn Qays, ey möminlərin əmiri, Allah Teala Peyğəmbərinə deyir ki, Xudil affə və'mur bil urfi və a'rid anil cahilin. Sən bağışlanma tərəfini tut, yaxşını əmr et və cahillərdən üz döndər. Yəni, bu da cahillərdəndir. Vallahi deyir, Umar radiyallahu anhu bu ayəni ona oxuduğu zaman onu aşmadı. Yəni, ayə gələn kimi dayandı. Və kənə vəqqafən ində kitabillah. Yəni, Umar radiyallahu anhu Allahın kitabının qarşısında təslim olan idi. Hansı ki, artıq qəti qərarı var idi ki, onu cəzalandırsın, ədəbləndirsin. Ayə gəldi, ayənin qarşısında təslimiyyət. Və həmçinin Allah Teala'nın kitabının və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinin qarşısına sözlə və feillə keçməmək. Allah Teala Hücrət surəsi 1-ci ayədə buyurur ki, ya eyyuhellezine amenu la tuqaddimu beyne yediyillahi və rasulih vettaqullah innallaha semi'un alim. Ey iman gətirənlər, Allahın və Rasulunun qarşısına keçməyin. Allahdan qorxun. Həqiqətən Allah Teala hər şeyi eşidən və hər şeyi biləndir. İbn Abbas radiyallahu anhümə bu ayə haqqında deyir ki, yəni Qur'an və sünnənin əksi olan bir şey deməyin. İbn Qayyim rahimehullah deyir ki, ey la taqulu hatta yaqul. Yəni o demədikcə siz deməyin. Və o əmr etmədikcə siz əmr etməyin. O fətva vermədikcə siz fətva verməyin. O hökm vermədikcə hər hansı bir şeyə hökm verməyin. Yəni xülasə odur ki, bu ayənin mənasında la ta'accelu bi qawlin və la fi'lin qabla an yaqula Rasulullah sallallahu aleyhi və səlləm əv yəf'al. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bir sözü deməzdən öncə, etməzdən öncə bir söz deməyə, əməl etməyə tələsməyin. Və həmçinin ondan başqasına, yəni insan mühakimə olunmamalı. Yəni, mühakimədə həmçinin Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə olmalıdır. Və əməlü cevab fəyəkun hakim ali fi zəlik kullihi və diqqi və cillihi və cullihi və mə cəə bihir Rasul sallallahu aleyhi və səlləm. Hətta insanın bədən üzvlərinin üzərində hakim olan da hər bir böyük, kiçik, incə məsələlərdə də Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyidir. Fələ yutəqəddəm beynə yedi bi aqidə. Nə əqidə məsələsində, nə söz, nə də əməl məsələsində onun qarşısına keçilməməli. Ayədə həmçinin ya eyyuhəllədinə əməl la tuqaddimu beynə yedi illə və rasulə iman gətirənlər Allah və Rasulun qarşısına keçməyin. Ey la təqul həttə yəqul, o demədikcə, etmədikcə, əmr etmədikcə, etməyin, demədikcə deməyin. Və sonra buyurur ki, İbn Qayyim rahimehullah, və hədə bəqin ilə yevmil qiyamə. Yəni bu qiyamət gününə qədər davam edir. Allahın, Rasulunun qarşısına keçməmək. Yəni bu nəsx olunmuyubdur. Fəttəqadu beyni yedə sünnəti bə'də vəfatihi. Vəfatından sonra isə onun sünnəsinin qarşısına keçməməkdir. Necə ki, həyatında onun qarşısına keçməmək
vəfatından sonra isə onun sünnəsinin qarşısına keçməmək. Yəni onun sözünün qarşısına heç bir fikir, görüş, rəy və yaxud da məzhəb qoyula bilməz. Və buna görə də Əhl-i-Sünnə vəl Cəmaənin əqidəsindən və mənhəcindəndir ki, dəlil gətirib sonra etiqad etmək. Və Əhl-i-Sünnənin başqalarından fərqi odur ki, etiqadı dəlil üzərində qurur. Amma bidət əhli isə birinci öz nəfsi istəklərini ortaya qoyur, nəfsinə xoş gələn məsələləri etiqad edirlər, sonra etiqad etdiyi məsələlər üçün dəlil axtarmağa başlayırlar. Amma Əhl-i-Sünnə isə birinci dəlil gətirir və etiqadı dəlil üzərində qurur. İbn Teymiyyə rahimehullah buyurur: "Keyfə bimən yuqaddimu kalamuhu ala kalamir Rasul." Yəni insan öz sözünü Peyğəmbər sallallahu aleyhi və səlləm sözündən önə keçirməsi necə ola bilər? Və əmməl mu'minun bimə cəə bihi fələ yutasavvur ən yuqaddimu aqvalahum. İman gətirənlərə, yəni möminlərə gəldikdə isə təsəvvür olunmur ki, onlar öz sözlərini onun sözündən önə keçirsinlər. Allah Teala onları ədəbləndirmiş və buyurmuşdur ki, "Lə tuqaddimu beynə yedəyillahi və rasul." Allah və Rasulun qarşısına keçməyin. Və hatta Allah Teala mələkləri vəsf edərək buyurur ki, "Lə yesbiqunehu bil qavli və hum bi əmrihi ya'malun." Yəni mələklər Allahı sözdə qabaqlamazlar və onun əmrinə dərhal tabi olar, yerinə yetirərlər. Hansı ki, mələklər də ibadur rahmandır. Və həmçinin İbn Qayyim rahimehullah deyir ki, Hücrə surəsi 2-ci ayə haqqında: "Ya eyyuhellezine amanu la tarfa'u aswatakum fawqa sawtin nabi." Ey iman gətirənlər, siz səsinizi peyğəmbərin səsindən yuxarı qaldırmayın. "Və la tejharu lehu bil qawli kecehri ba'dikum li ba'din an tahbata a'malukum wa antum la teş'urun." Və bir-birinizi çağırdığınız kimi uca səslə onu çağırmayın. Və siz özünüz də hiss etmədən əməlləriniz batil olar. Və sonra buyurur ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında, həyatında ikən insan səsini onun səsindən yuxarı qaldırması onun əməlini batil edirdisə, vəfatından sonra rəyləri, ağılları, zövqləri, siyasətləri, bilgiləri, görüşləri onun gətirdiyindən yuxarı qaldırmaq necədir insanın əməllərini batil etməsi. Və bundan sonra sələflərin Peyğəmbər sallallahu aleyhi və səlləmi və onun sünnəsini təzim etmələri və buna yardım etmələri. Necə ki Allah Teala buyurur: "Litu'minu billahi və rasulihi və tu'azziruhu və tuvaqqiruhu." Yəni siz Allaha və Rasuluna iman gətirməli və onu ucaltmalı, təzim etməli. Peyğəmbər sallallahu aleyhi və səlləmin şəxsinin təzim olmasına gəldikdə Ənəs radiyallahu anh deyir ki, "Qalə qilə lin-nəbi sallallahu aleyhi və səlləm ləv əteytə Abdullah ibn Ubey. Qalə fəntalaqa ileyh və rəkibə himaran və antalaqa al-muslimin və hiyə ardun səbəxə. Fələmmə ətəhu ən-nəbiyyü sallallahu aleyhi və səlləm qalə ileykə anni fəvallahi ləqəd ədəni nətinu himarik." Peyğəmbər sallallahu aleyhi və səlləmə deyirlər ki, bəlkə Abdullah ibn Ubeyin yanına gələsən və Peyğəmbər sallallahu aleyhi və səlləm uzunqulağın belinə minərək onunla bərabər digər müsəlmanlar da yola düşür və o yer şoran torpaq idi və Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyi zaman o deyir ki, o münafiq, məndən uzaq ol. Sənin eşşəyinin uzun qulağının yəni pis qoxusu mənə əziyyət verdi. Və ənsarlardan bir kişi deyir ki, "Vallahi ləhimaru Rasulillahi atyabu rihan mink." Allaha and olsun ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin uzun qulağının qoxusu səndən daha pakdır. Qalə fəxadibə li Abdillah rəculun min qavmihi. O Abdullah üçün, o münafiq üçün onun qövmündən bəziləri qəzəblənir bu sözə görə
Qale fəğadibe li kulli vahid minhum ashabu. Hər kəsin də bu sözü deyənin də yoldaşları ona qarşı qəzəblənir və aralarında bir-birini davaya hasıl olur. Yəni əlləri ilə, ayaqqabıları ilə və xurma lifləri ilə, çubuqları ilə bir-birlərini vururlar. Yəni bu da sözsüz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni sahabələri necə təzim etməsinə dəlalət edən dəlillərdən sayılır. Usam ibn Şərik radiyallahu anh deyir ki, Əteytu Rasulullah sallallahu aleyhi və səlləmə və ashabu havlə. Demən Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəldi və sahabələr onun ətrafında idilər. Və aleyhimus səkinə. Yəni onların üzərində bir sükunət var idi. Kəənnəmə alə rusimut tayyir. Elə bilir ki, onların başının üzərinə quş qonur. O cür tərpənməz halda idilər, sakit. Fəsəlləmtu, salam verdim, thumma qa'at, sonra oturdum, fəcəətil ərab min hahuna və hahuna yəsəlun. Sonra bədəvər əvlər bu tərəfdən, o tərəfdən gələrək soruşmağa başlayırlar. Fəqalu ya Rasulullah ənətədəvə. Sual verirlər ki, ey Allahın Rasulü, biz müalicə olunaq mı? Müalicə olunaq mı? Qalə tədəvə. Deyir ki, bəli, müalicə olunun. Fə innəllah Teala ləm yada da'in illə vada'a lehu dəvəən qeyrə da'in vahid və huvə əl-haram. Və sonra buyurur ki, yəni Allah Teala elə bir xəstəlik qoymayıb ki, onun dərmanını qoymasın. Bir xəstəlikdən başqa. Qocalıq. Onun dərmanı yoxdur. Başqa bir ayətdə gəlir ki, Mə ənzəlallahu dəən və illə və ənzələ ləhu şifə. Allah Teala elə bir xəstəlik nazil etməyib ki, onun dərmanını nazil etməsin. Alimə mən aliməhu, cəhilə mən cəhiləhu. Bilən bilir, bilməyən isə bilmir. Kim bilərək tapır, müalicə olunur, kimsə bilmədən yəni müalicəsini tapmır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini təzim etmək haqqında hədisdə gəlir ki, Ənə Əbə Cəfər Əl-Baqir, Cabir ibn Abdüllahın yəni sahabədir. O və atası və indəhu qovmun, onun yanında bir qovm var idi. O sahabədən Cabir ibn Abdullahdan Peyğəmbər sallallahu aleyhi və səlləmin quslu haqqında, yəni necə qusul vermək haqqında sual verir. Və o Cabir deyir ki, yəkfikə sa'un. Sənə bir sa su kifayətdir qusul almaq üçün. Yəni bir ovuca mud deyilir, mud ərəb dilində. 4 ovuca sa deyilir. 4 dənə ovuc belə sa adlanır. Deyir ki, sənə bir sa su kifayətdir. Deyək ki, 2 litr. Və yaxud ondan da az. Litr yağı. Fəqalə rəcul, həmən adam deyir ki, mə yəkfini. Deyir, mənə kifayət eləmir. Yəni, bir sa su mənə qusul almaq üçün bəs eləmir. Və Cabir radiyallahu anhu bunu eşidəndə qəzəbləndi. Kənə yəkfi mən huvə avfə minkə şə'ran və xeyran mink. Səndən daha çox saçı olana, səndən daha xeyirli olana kifayət edirdi. Və sünnə gəldisə, insan artıq etiraz edilməz. Əgər bu Peyğəmbər sallallahu aleyhi və səlləm edibsə, bu bir sağla qusul alıbsa, əgər sən soruşsan, necə qusul alıb? Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir sağla yuyunardı. Deyir ki, mənə bəs eləmir. Deyir, necə bəs eləmir? Səndən daha xeyirlisinə, səndən də daha çox saçı olana kifayət edirdi. İndiki bəla nədir? Bu duşların olması. Nə qədər su axır? Tonlardan su istifadə olunur. Alimlər də ki, bu israfa gedir bu qədər. Suyun istifadə olunması. Və israf da evdən bərəkətin qaçmasına səbəbdir. Muadə Əl-Ədəviyyə deyir ki, bir qadın Ayşə radiyallahu anhəyə sual verir.
Deyir ki, ətəqdi ihdənə salə əyyəmə heydiha. Yəni bizdən biri o heyz vaxtında qılmadığı namazları qəza edirmi? Başqa rivayətdə isə gəlir ki, belə etiraz ki, mə bəvul haid təqdi savmə və lə təqdi salə. Necə olur? Yəni heyzli qadın tutmadığı orucların, heyz vaxtı tutmadığı orucların qəzasını sonra tutur. Amma heyz vaxtı qılmadığı namazların qəzasını qılmır. Və Ayşə radiyallahu anhə deyir ki, əhəruriyyətun ənti. Sən deyir, xavaricsən. Xavariclər Harura kəndindən çıxır. Yəni onlarda elə bir ki, o namazları qəza etmək var idi. Və sonra cavab verir, qad kənət ihdənə təhidu alə əhdi Rasulullah sallallahu aleyhi. Bizdən biri də Peyğəmbər sallallahu aleyhi və səlləm dövründə heyz olurdu. Sonra o namazları qılmaq, qəzasını qılmaq əmr olunmurdu. Və həmçinin başqa rivayətdə isə yəni o halda bizə üz verirdi. Orucun qəzası əmr olunurdu, amma namazın qəzası əmr olunmurdu. Digər hədisdə İbn Umar radiyallahu anhumədən gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Lə təmnə'u nisəəkum əl-məsəcə izə istəədənəkum iləyhə. Deyir, qadınlarınız məscidə getmək üçün sizdən izin istəsə, mani olmayın. İbn Umarın oğlu Bilal İbn Abdullah İbn Umar deyir ki, vallahi lənəmnə'uhun. Allaha and olsun ki, biz bunun qarşısını alacağıq. Yəni o da öz ictihadı var idi ki, yəni fitnələr olmasın deyə, qadının çıxması fitnəli o baxımdan. Abdullah, yəni atası ona tərəf gəlir, onu elə tənqid edir. Heç vaxt demədiyi sözlərlə. Deyib, heç belə dediyini heç vaxt eşitməmişdim, deyir. Və sonra deyir ki, uxbiruka an Rasulillah sallallahu aleyhi və səlləm. Mən de sənə Peyğəmbər sallallahu aleyhi və səlləmdən xəbər verirəm. Deyir ki, siz mani olmayın. Sən isə deyirsən ki, biz mani olacaq. Allaha and olsun mani olacaq. Sonra bəzi rivayətlər gəlir ki, onu danışdırmır. Öz oğlunu danışdırmır. Abdullah ibn Muğaffəl görür ki, bir kişi parmaqları ilə daş atır. Xarf, yəni indi biz o vaxt olur uşaqlarda da sapant deyirdik, ya? Rəqatıqa. O da bura aid, eyni şeydir. Deyir ki, bunu etmə. Yəni, o vaxt parmaqla atırdılar. Və deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm bundan çəkindirib və yaxud da bunu xoşlamırdı. Deyirdi ki, innəhu lə yusadu bihisə, çünki onunla ovlanmır və yəni düşməni öldürmür, sadəcə sındırır, diş sındırır və yaxud göz çıxardır. Sonra bunu yenə görür ki, yəni davam edir bu işinə. Və ona deyir ki, mən sənə Peyğəmbər sallallahu aleyhi və səlləmdən danışıram, o bundan çəkindirib, sən isə yenə öz işinə davam edirsən, səni danışdırmayacağım. Yəni bu onların, yəni necə Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni sünnəsini təzim etmələrinə dəlildir. Necə ucaldırdılar. Abu Qatadə deyir ki, biz İmran ibn Hüseynin yanında idik. Yanımızda bir ona yaxın kimsə var idi. Və finə Buşeyr ibn Ka'b. Və aramızda da Buşeyr ibn Ka'b var idi. Fəhəddəthənə İmran yevmə idin. Və o vaxtı oturmuşdu. İmran ibn Hüseyin bizə danışır. Hədis danışır. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Əl-həyəu xeyrun kulluh. Həyanın hamısı xeyirdir. Həyalı olmaq hamısı və yaxud da başqa rivayətdə əl-həyəu kulluh xeyr, yəni söz fərqi var. Həyanın hamısı xeyirdir, xeyirlidir. Və bunu eşidəndə Buşeyr ibn Ka'b deyir ki, İnnə lənəcidu fi ba'dil kutub avil hik. Biz bəzi kitablarda, bəzi hikmətli sözlərdə görürük ki, ondan bəzi sükunətdir, vüqarlı olmaq və bəzi də zəif bir şeydir, belə söz gətirir. Bunu eşidəndə İmran ibn Hüseyin sahabədir. Qəzəblənir, gözləri qızarır və görmürsəm deyir, mən deyir, sənə hədis danışıram. Sən qarşı çıxırsan, nə bilim, hikmətli sözlərdə belə deyilib, hansı kitablarda. Yəni, o qədər istənir.
Və biz dedik ki, filan kəs o da bizdəndir. Yəni bidət əhli deyil. Bidət əhli deyil, bizdəndir. Amma hansı bir dənə söz dedi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünün qarşısına, hədisinin qarşısına qoyduğu üçün, yəni bu cür hirslənir. Yəni bunu onu bildirir ki, yəni sünnə necə təzim olunmalı. Sahabələr, sonra inşallah imamlardan da, məzhəb imamlarından, digər alimlərdən də necə sünnəni təzim etmə haqqında yəni götürəcək. Hələlik bununla kifayətlənir. İnşallah suallar varsa suallara keçirik.